Bu ilin fevralın 1'i muzla çalışan işçilerin sayı 1.750.000 nəfər olub. Onlardan 879.000 dövlətdə, 877.000 qeyri-dövlətdə fəaliyyət göstəriblər. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi çalışanların sayı 21.500 nəfər azalıb. Fikir verin, dostlar. 21.500 nəfər işləyənlərin sayı azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1.778.500 əmək müqavilələri ilə daxil olub. Eyni zamanda həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb. Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub. 18.200 nəfər. Yəni, dövlət artıq papağı varsa, papağını çıxardıb qabağına qoyub fikirləşməlidir. Yanvar, fevral ayına 21.000 insanın iş yeri əlindən alınıb, bağlanılıb. Bunun 18.200'ü o özəl sektora aiddir. Yəni, kiçik və orta sahibkarlıq deməkdir bunlar. Bağlana gedirlər. Mən o günü dedim ki, artıq ölkədə vəziyyət elə olub ki, bazara gedənlər, mağazaya gedənlər artıq, məsələn, 2 kartoşka, 1 soğan, nə bilim, bir dəstə göyərti, bir dəstə nə belə alırlar ta. Demir, 2 kilo ondan ver, 3 kilo bundan ver, 5 kilo bundan ver. Məsələn, 2 alma alır, deyir ki, evdə böləcəyim 6 nəfər dilim, adama 1 dilim yiyəcək, ən azı biləcək alma yedik. Yəni, ölkədə vəziyyət artıq üzü ora tərəf gedir. Elə bil ki, bu günə qədər dikə qalxırdıq, dikdəyi, indi bu dəqiqə üz aşağı gedir, kəlləsi üstə. Əgər bizim tənzimləyicimiz olmasa, yəni tormuzumuz olmasa, bu vəziyyətlə kəlləmayallıq getmişədik düz dərənin dibinə, ölkə olaraq. Onda nə baş verəcək ölkədə? Ciddi şəkildə xaos baş verəcək, toqquşmalar baş verəcək, ac qılınca sapar deyib atalar. Onda bu məmurlar ki, bu günlərim o rahatlıqla dövlətin pulunu mənimsəyib barlarda, orada, burada, ona, buna xərcləyir. Bunlar onda düzdür, özlərinə vətən bilməsələr də bu vətəndən qaçmağa məcbur olacaqlar. Və yaxud da evləri yıxılacaq burada. Bunun üçün nə eləməli? Papağımız varsa papağımızı çıxardıq, qoymalıyıq qabağımıza, fikirləşməliyik, qardaş. Hansı addım atmalıyıq? Hələ Allah uzaq eləsin. Neftin qiymətində bir balaca enmə olsa anamız ağladı. Çünki hər yenən $1 neftdən ölkəmizdə $500.000 başa gəlir. Hər yenən $1 gündəlik. Söhbət bundan gedir. Eyni zamanda həm dövlət, həm də özəl sektorda dedim 18.000. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3.300 nəfər azalmanı bəyan edib. Bu artıq dövlətin statistika komitəsidir. Azəriqaz, Azərişıq, nə bilim, Azərnə, Azərenerji, Azərisu, nə bilim, nə yığılır da bu Azərlər. Yəni, adını Azər qoyduğumuz bütün şirkətlərdə ixtisarlar gedir. Vətəndaşlar yavaş-yavaş bala-bala çölə itələnilir. Deputat Vüqar Bayramov bildirir. 2025-ci ilin İlk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektorda dəyişikliklər hesabına baş verib. Aydındır ki, əmək müqavilələrinin sayı məşğulluğun rəsmiləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımından vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, bunu deputat struktur islahatlarına bağlı, yəni şirkətlər şeylər birləşir, tutalım Azərsu ilə Su Melarasiya birləşdi, Azər nə bilim nə əmələ gətdilər, bir dənə bir agentlik əmələ gətdilər. Hə, bu birləşmədən dolayı tam ki 200, 300, 500 adam işsiz qaldı. Amma tək bu deyil. Azəriqazdan, Azərisudan kifayət qədər istefalar var. İstefa deməyək, işdən çıxarılmalar var. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikro sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəlidir. Birbaşa. Bunu artıq da parlament səviyyəsində deputat deyir. Bunu da Vüqar Tofiqoğlu demir. Deyəsiniz ki, bu Vüqar Tofiqoğlu qarayaxandır. Həm də bunun bir iqtisadi savadı yoxdur. Bu hesabatı, kitabatı bilmir. Ona görə belə danışır. Amma yox. Bunu deyən
parlamentdə həm deputatdır, həm də iqtisadçıdır. Vüqar Bayramov. İqtisadçının sözlərinə görə bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 bin manatdan çox olmayanlar vergi düzəlişlərindən faydalanırlar. Nə mənası var? Şirkət olmayandan sonra, iş yeri olmayandan sonra nə qədər sən mənə güzəşt eləyirsən elə. Nəyin güzəştini eləyəsən sən mənə? Əgər mən aldığım əmək haqqının 20%-ni, 25%-ni bütün vergilərlə bir yerdə 35%-nə yaxını vergiyə verəcəyəmsə, bunun qardaş alıramsa 400 manat, bunun təxminən 120-130 manat ya 150 manata yaxın belədir. 150 manatını mən əgər 400 manatını vergiyə verirəmsə, hamısı bir yerdə, mənə cəmciliyyətə 250 manat pul qoyar. Bu 250 manatla nə vətəndaş dolana bilər, nə də bunun getdiyi gəlirlə həmin o kiçik sahibkar dolana bilər. Zaten kiçik sahibkarların evini yıxırlar. Kiçik sahibkarların sərbəst fəaliyyət göstərilməsinə şərait yaradılmır. Çünki niyə? Monopolistlər var ölkədə, böyük şirkətlər var, böyük şəbəkələr var. Bu şəbəkələr nə edir? Özləri satsın deyə, özləri qazasın deyə ölkənin onurğa sütunu olan orta və kiçik sahibkarlığı məhv edirlər. Və buna da dövlət göz yumur. Niyə? Çünki bu sahibkarların, yəni iri sahibkarların, akullaların sahibi dövlətdə oturanlardılar. Yəni onlara heç kəs heç nə deyə bilir, onları əzmək mümkün deyil. Sadəcə onlar bir-birini əzə bilərlər və o əzmədən dolayı da biri o birindən daha çox varlana bilər. Burada yəni itirmə yoxdur. O sferada olan ki pul var ha, o həmin mərtəbədə olan pul, belə deyək, o mərtəbədə olan pul heç vaxt aşağı mərtəbəyə yenməz və onun yaxşı pis yaşamasına təsir eləməz. Çünki o pul üstə fırlanır, məsələn 10-cu mərtəbədədir, o puldu ancaq pulu fırlayanlar 10-cu mərtəbədə olanlardır. Bir-birini qırıb, bir-birinin pullarını ələ keçirdərlər. Dediyim ki, o pulun aşağıya heç bir adiyyatı yoxdur. İqtisadçının sözlərinə görə bu il yanvarın 1-dən etibarən həmin sahibkarların gəlirlərinə artıq 75% güzəşt tətbiq olunmaqla başlanılıb. 2024-cü ildə isə həmin güzəşt əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olur. O əlavə edib. Vüqar Bayramov deyir ki, digər tərəfdən əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2000 daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatından və yeni iş yerlərinin yaradılmasında driverə çevrilməsi olduqca vacibdir. İndi gəlirəm səbəbə. Vüqar Bayramov, bəli, müxtəlif səbəbləri sadaladı. Amma əsl səbəblər üzə çıxır. Azərbaycanda istixanaların sayı azalır. Fikir verin dostlar. Buna səbəb artan xərclər və xarici bazarda rəqabətin yüksəlməsidir. Yerli sahibkarlar ənənəvi Rusiya bazarında Türkmənistan təhlükəsi ilə üzləşiblər. Baxın, Türkmənistan bazarı Rusiyada Azərbaycan bazarını artıq vurur. Çünki niyə? Orada dövlət var, papaq var. Dövlət papağı qoyur qabağına, fikirləşir ki, mən sahibkarımı necə təşviq eləməliyəm ki, mənim sahibkarım xarici bazara mal çıxarsın, əvəzində ölkəmə valyuta gəlsin ki, mənim milli valyutam ölməsin. Amma bizdə dövlətin adı var, əslində papaq da yoxdur və o papağı olmadığından götürüb qarşısına qoyub bir fikirləşən adam da yoxdur ki, qardaş, biz neynəməliyik? Sürətlə də iş yerləri bağlana gedir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton biber və sair meyvə və tərəvəz istehsal olunub.
Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Xatırladaq ki, ötən il ölkədəki istixanaların sayı 200-ə yaxın azalıb. Bunlar həqiqəti əks etdirmir, yəni dostlar. Çünki Şəmkir zonasında mən Mehriban xanımı efirə qoşanda, Mehriban xanım özü də dedi ki, mənim ən yaxın qohumlarım belə Şəmkir ərazisində böyük istixanaları var idi. Onlar artıq istixanalarını söküb Rusiyaya daşıdılar, Dağıstana daşıdılar. Və bütün bölgələrdə vəziyyət belədir bu dəqiqə. Hər kəs ya panikini bağlayır, ya panik icra başçıları tərəfindən dağıdılır, nəyinsə qarşılığında, ya da sıxıntıya düşüb bağlayırlar. Səbəb nədir? İndi onu mən burada yavaş-yavaş deyəcəyəm. Bugün Azərbaycanda istixanalar nə dərəcədə rentabellidir? Bunu sual verir. Onların sayının daha da artırılmasına nə mane olur? Bu da ikinci sualdır. İstixana işlədənlərin əsas problemləri nədir? Ölkə az yazır. Daha doğrusu Kasfi. Sabiq millət vəkili Rüfət Quliyev var idi. Bilirsiniz, bu siqaretin başında duran adamlardan biri idi. Onunla bağlı kifayət qədər ciddi məlumatlar vermişdik bu parlament seçkiləri ilə qabaq ki, cəmaatın başına hansı oyunları açırdı bu adam. Ondan sonra hökumət görünür adı çox mətbuatda hallandığına görə növbəti bu indiki parlament seçkilərində bu adamın namizədliyini vermədi. Ona görə də düşdü eks-deputatlar siyasına. Rüfət Quliyev istixana işlədənlərin ən böyük probleminin mavi yanacaqla bağlı olduğu qənaətindədir. Onun sözlərinə görə bu məsələdə sahibkarlara heç bir güzəşt nəzərdə tutulmur. Azərbaycan istixanasında işləyən Azərbaycan vətəndaşı Azərbaycanlı deyil. Nə o istixana Azərbaycanlınındır, torpağımızındır, nə də o istixanada işləyənlər Azərbaycanlı deyil. Amma biz, sağ olsun Rövnək müəllimi, Erməniyə, Gürcüstandakı kilsəsinə pulsuz qaz veririk. Güzəşt də yox ha. Güzəşt bilirsiniz də nədir? Qiymətin müəyyən miqdarda güzəşt olunması. Güzəşt budur. Amma biz güzəşt eləmirdik. Biz erməni kilsəsinə pulsuz qaz verirdik. Amma buradan bura öz istixanalarımıza od qiymətinə qaz veririk. İndi deputat deyir ki, bunun səbəbi qardaş qazdır. Onun sözlərinə görə bu məsələdə sahibkarlara heç bir güzəşt nəzərdə tutulmur. Əslində istixanada işlədənlərə tariflərdə müəyyən güzəşt olmalıdır. Çünki bu sahibkarlıq fəaliyyətidir. Onlar yeni iş yerləri yaradır. Məhsul istehsal edir. Ölkəyə valyuta gətirir. Vergi ödəyirlər. Hazırda bizim üçün əsas bazar Rusiyadır. Rusiyada sanksiya altında olduğundan qiymətlər bahadır. Ona görə hələlik istixana sahibləri bu şərtlər daxilində işləyə bilirlər. Amma fəaliyyətlərini genişləndirə bilmirlər. Məsələn, bugün Rusiya bazarında Türkmenistandan gələn məhsullar daha rəqabətlidir. Satışı yüksəkdir. Çünki bu ölkədə qazın qiyməti çox ucuzdur. Yaxşıdır, qalib demir ki, çünki onlar qaz istehsal edən ölkədir, biz qaz alan ölkəyik. Onlar ixrac edir, biz ixal edirik. Bəs biz Avropaya qaz veririk və biz dünya ölkələrinə qaz paylayırıq. Hani bu qaz? O əjdahadan niyə bizdə yoxdur onda? Bu baxımdan məhsulu aşağı qiymətə təklif etmək olar, onlar üçün problem yaratmır. Bizdə də kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətdə məşğul olan şəxslərə xüsusi rejim tətbiq olunmalıdır deyə deputat bildirir. Tutaq ki, istixanalara mavi yanacaq 50% güzəştlə verilə bilər. Başqa heç bir problem yoxdur. Bu addım atılsa, ölkədə istixanaların sayı sürətlə artacaq. Mən bəzi şeyləri sizin diqqətinizə çatdıracağım. Şəmkirdə məndə olan məlumata görə bəzi adamların istixanalarına verilən qazlara sayğac qoyulmur. Bu sayğaclar niyə qoyulmur? Çünki həmin istixanalara rəhbərlik edən şəxslər dövlət məmurlarıdır. Və onların adına çıxılan qaz, yəni onlara pulsuz verilən qaz başqasının belindən çıxır. Digər bir sahibkarın belindən çıxır. Bu o demək deyil, dövlət məmuruna qaz verilmir. Ona qaz verilir. Amma 50%-nə verilir. O pul dövlət büdcəsinə yox, qazı verənlərin cibinə gedir. Yəni bunu da istəyirəm ki, bizim korrupsiya qarşı mübarizə idarəsi bilsin. Şəmkirdə bir yoxlama keçirmək istəsə, korrupsiya qarşı mübarizə idarəsi bizə müraciət eləyə bilər. Biz onları həmin paniklərə göndərə bilərik.
Və bilərlər ki, bu paniklərdə qaz sayğacı yoxdur, pulsuzdur. Sadəcə kimlərinsə cibinə işləyir o. Dünən verdim ha, Energetika Nazirinin əmisi oğlu ilə parnik üstündə qırırdılar bir-birini. Pulu yeyib ortada. Bax, qaz belələrinə gedir. Əsas ixrac bazarımız Rusiyadır. Həmin bazarda həm daxili istehsalçı ilə, həm də digər xarici istehsalçılarla rəqabət artır. Məsələn, onların sırasında Türkmenistanı qeyd edə bilərəm. Hazırda Azərbaycan pomidoru ilə Türkmenistan pomidoru ciddi rəqabətdədir. 224 min, yəni 225 deyək, 225 min tondan çox biz pomidor istehsal edirik. 224 min, 225 min ton. Yüksək xərc rentabelliyi aşağı salır. Azərbaycan meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri iş adamı Bəşir Quliyev bildirir ki, hazırda istixanaların rentabellik səviyyəsi çox aşağıdır. Səbəb isə yüksək xərclərdir. Əsas ixrac bazarımız Rusiyadır. Həmin bazarda həm daxili istehsalçı, həm də digər xarici istehsal rəqabət artır. Bu açıq deyirlər. Assosiasiya sədri hesab edir ki, digər bazarlara çıxış imkanını genişləndirmək üçün həmin bazarlarda tələb yaratmaq lazımdır. İndi alıcıya bir deyil, 10 ölkə yaxud istehsalçı məhsul təklif edir. Ona görə alıcıya seçim etmək rahatdır. Bizim Avropa və digər bazarlara çıxmağımız üçün ilkin mərhələdə qısa müddətli logistika dəstək lazımdır. Məsələn, hazırda Polşa bizim məhsulları alır. Almaniyanın bir hissəsi də məhsullarımızı ala bilər. Amma oraya gedib çıxmaq üçün bizə güclü tələb gəlmir. Çünki təklifimiz orada seçilmir. Ölkələrin təklifi ya bizim qiymət səviyyəmizdədir, ya da ucuzdur, daha çox ucuzdur. Məsələn, bizim daşıma xərclərimizlə bağlı hansısa bir qısa müddətli dəstək layihəsi işlənirlərsə, o təkan verər ki, məhsullarımız həmin ölkələrə axsın və nəticədə tələb yaransın. Tutaq ki, daşıma xərcində 50 qəpik dəstəyin olması o deməkdir ki, sən bazarda məhsulu 50 qəpik ucuz satasan. Təsəvvür edin ki, bu insanlar sahə üzrə peşəkar mütəxəssislərdir. Parlamentdə, Nazirlər Kabinetində, komissiyalarda dinləmələr keçirilməlidir. Və dinləmələrdə real iş adamları dəvət olunmalıdır. Bu adamlar orada öz təkliflərini paralel olaraq verməlidirlər və izah eləməlidirlər ki, bizim xarici bazarda duruş gətirməmiz üçün bu şeylərə ehtiyacımız var. Dövlət qarşısında məsələ qaldırmalıdır. Birazdan 10 dəqiqə qutarım bu materialı. Rusiya bazarı Azərbaycan istehsalçıları üçün aktuallığını həmişə saxlayacaq. Bu bazarı əldən buraxıb hansısa bazarlar axtarmamalıyıq deyə başqa bir mütəxəssis bildirir. Mövcud bazarı qoruyub paralel olaraq yeni bazarlar axtarmalıyıq. Yaranan hər bir problemə qarşı ünvanlı hərəkət planı tərtib olunmalıdır. Bizim rəqabətə davamlılığımızı artırmaq üçün qısa müddətli dəstək verilməlidir. Tutaq ki, ixrac olunan məhsullara maya dəyərini formalaşdıran ƏDV hissəsi qaytarıla və yaxud ixrac olunan məhsulla subsidiya verilə bilər. İndi bazarda Türkmenistan məhsulları ilə bağlı problem yaranıb. Onu araşdırmaq lazımdır ki, onların maya dəyəri niyə bizdən aşağıdır? Bizdə olan məlumata görə onlarda qaz istixanalara demək olar ki, pulsuz verilir. Budur. İşçi qüvvəsi ucuzdur. Vergilərdən də azaddırlar. Və hansısa digər formalarda dəstəkləri var. Onlarda istixanaların sayının və məhsul istehsalının artması Azərbaycanın bazar payını azaldır. İndi bu vəziyyətdən bütün yerli istehsalçılar narahatdır. Biz mövcud vəziyyətlə bağlı hökumətə təkliflər göndərmişik. Hazırda təkliflərimiz araşdırma mərhələsindədir. Aqrar məsələlər üzrə ekspert Mirzavad Həsənov hesab edir ki, Azərbaycanda istixanaların sayının artırılması üçün bəyə qədər potensial var. Bəli. İndi artıq bunlar mənim illərdir dediyim şeyin üzrə gəlirlər. Mən həmişə nə deyirdim? İstixanaya ilkin nə lazımdır? Günəş. Günəş hardadır? Əsasən aran zonalarında. Aran zonalarında boş torpaqlar varmı? Var. Toran torpaqlar hamısı durub ağzı günə. Kürdəmir, Salyan, Neftçala, beləsinə hamısı saatlı imiş. Bunlarda kifayət qədər şorlanmış torpaqlar var. İstifadəyə yararsız. Bu torpaqlarda dövlət istixanalar dikib, qazla təmin edib, su ilə təmin edib, həmin yerlərə müxtəlif sahibkarları cəlb edib, iş qura bilər ki, bundan da həm əhali işləyər,
pul qazanar, həm dövlət vergi götürər, həm sahibkarlar varlanar, ölkə valyuta gətirər və ölkədə sıxıntı az olar. İndi bu günlərin bundan artıq gör neçə ildir mən deyirəm bu sözləri. İndi yavaş-yavaş bu mütəxəssislər başlayıblar yavaş-yavaş bizim dediklərimizi təkrarlamağa ki, bunu eləməliyik biz. Məsələn, Hacıqabul Kürdəmir istiqamətində xeyli istifadə yararsız çoran torpaqlar var. Əkinə yararsız torpaqlarda bu təsərrüfatı qurmaq asandır. Niyə? İstixanaya torpaq ehtiyac deyil. İstixana əvvəllər torpağa ehtiyac duyurdu. İndi kanallardır, göylə gedir. Kakabit deyilən bir şey var. O kakabiti ökürlər, qoyurlar, həmin yatırdılar həmin o borunun içərisinə. Şitili orada əkirlər. Dərman birbaşa damcı ilə metodla gəlir deməli. Həmin bitkilərin dibinə qısa müddətdə baxırsan ki, məhsul əmələ gəldi. Həmin müasir parniklərin, dünən mənə yazırdılar ki, Vüqar bəy 10-12 min ha. Həmin müasir parniklərin, yəni istixanaların qurulması üçün 1 hektara təxminən 1,5 milyon manat lazımdır. 1 hektarda parnik qurmaq üçün 1,5 milyona ehtiyac var. Yəni, hökumət istəsə, Qarabağa ayırdığı 22-23 milyarddan yarısını yəyən bugünkü sahibkarlar var, oradakı işləyənlər. Onların əli ilə bütün aran zonasını boy-hava istixanaya çöndərər. Və məhsulun qiyməti də bazarda yenər. Tutalım ki, Azərbaycanlı bu günlərim gedib pomidoru bazardan 3 manat, 4 manata yox, gedər 1 manat, 1 manat 50 qəpiyə alar. Hökumət niyə bunu istəmir? Bunu mən bilmirəm. Ekspertin sözlərinə görə hazırda ölkədə fəaliyyət göstərən istixanaların çoxu xüsuslar üsulla hazırlanıb. Müasir istixana kompleksləri əsasən Bakı, Sumqayıt, Yevlaxda yerləşir. Ümumi istixanaların dəmi 20%-ni müasirlər təşkil edir deyə mütəxəssislər bildirirlər. Yəni, əslində dostlar, iş yerlərinin sürətlə azalma səbəbi, müqavilələrin azalma səbəbi buradadır. Əgər bir ilin içərisində 200 parnik bağlanırsa, hər parnikdə 10 nəfər işləyəndə 2000 adam deməkdir bu. Amma təbii ki, orada çox adam işləyir. Elə parnik var ki, 50-60. Mən burada yer tanıyıram ki, parnik tanıyıram ki, 2000 işçisi var. Qazanc götürürlər. Hələ bu qədər yüksək qiymətlərlə. Səhər işçini gəlib qapılarından götürürlər, aparırlar işə, günorta işçiyə yemək verirlər, axşam işdən çıxardıb, qaytarıb gətirib evinə qoyurlar. 450, 500, 600 manat civarında əmək haqqı verirlər. Bakı şəhərində olan parniklərdə, kanalarda. Təsəvvür edin ki, qazın qiymətini sən yendirsən, onların sezonda qaza verdikləri bu təxminən 600-700 min manata yaxın olur. Deməli, sən qazın qiymətini aşağı yendirsən, həm işçinin əmək haqqısı artacaqdır, həm əmək müqaviləsi deməli, çox bağlanılacaqdır. Zaten qazdan itirdiyin əmək müqaviləsindən sənə gələcəkdir. Eləcə də ölkədən ixrac olunan məhsulun dəyəri, maya dəyəri aşağı düşəcək, satış çoxalacaq, ölkəyə gələn valyutanın sayı nə olacaq dostlar? Çoxalacaq. Bununla da dövləti müəyyən risklərdən qoruyacaqsan. Amma qoruya bilirsənmi? Yox. Mümkün deyil.